Lakin daxili dövrdə övladınızın inkişafının normal getməsi üçün mütləq olaraq qidalanmanıza diqqət etməniz lazımdır. Bunun üçün rasionunuza xeyirli olan bəzi qidaları əlavə etməli, zərərli olan bəzi qidaları isə çıxarmanız lazımdır. Bizə lazım olan əsas qidalar hansılardır? Yumurta, ət və ət məhsulları, süd və süd məhsulları, dəniz məhsulları, ispanaq, paxlallar, qoz, banan və s. Əvvəllər gündə 3 dəfə qidalanırdıqsa, indi 3 dəfənin arasına yeni bir 2-3 dəfə yüngül atışdırmalar əlavə edin. Yəni gündə 3 deyil də 5-6 dəfə az porsiyalarla qidalanmanız tövsiyə olunur. Zərərli olan bəzi qidaları isə rasionunuzdan çıxarmanız məsləhətdir. Bura aiddir duz, şirniyyatlar, kafein tərkibli içkilər, şəkərli içkilər, kola, fanta, sprite və s. bu kimi və energetik içkilər.